Herkese salam olsun. Yine mən qarşınızda Aytac Əlanur, Almaniyada yaşam, səyahətlərim, analıq haqqında mövzularla qarşınızdayım. Bugünkü mövzumuz Almaniyada mənim doğum hekayəmdir. Almaniyada keysəriyyə əməliyyatı, xəstəxananın şəraiti, xəstəxanada olan yeməklər, ana və uşağın xəstəxana daxilində olan müayinələri və sair haqqında ümumi ətraflı bir videona qarşınızdayım. Düzdür, mən bu videonu təbii ki, çoxdan çəkməli idim. Mənim keysəriyyə əməliyyatım elə də uğurlu keçmədiyi üçün xəstəxananın daxilində mən videolar nisbətən çəkməyə çalışdım. Amma sonradan oturub videolarıma baxıram ki, orada bəzi məlumatları verməmişəm və danışmamışam. Onları hal-hazırda danışaraq sizə göstərəcəm bəzi şəkillərində vizual olaraq. Şirin nənədir. Deməli, başlayaq mənim doğum hekayəmdən. Açığı, doğum etməyi özüm düşünürdüm burada. Hətta fikirləşirdim ki, Almaniyada seçim edə bilərsiniz ki, doğuşu istəsəniz suyun hovuz kimi bir şərait qururlar. Onun su içində də doğum edə bilirsiniz. Fikirləşirdim hətta ki, onu eləyərəm, amma niyəsə axır aylar o qədər qorxu girdi içimə, bir də ətrafımda bəzi tanışlar falan danışdı ki, məndə belə olub, elə olub. Mən də fikirləşdim ki, mənə nəyə lazımdır belə, necə deyim, elə doğum etməyim, elə ondan sonra girərəm keysəriyyə olaram, çıxaram da. Amma sizə bir şey deyim ki, bu keysəriyyəyə girən xanımlar bu videoma baxıb demotivasiya olmasınlar. Bu çox mindən bir hadisədir. O da mənim başıma gəlmişdi. Amma ehtimal biraz ola bilər. Xəstəxanaya gəlməmişdən öncə nələr gətirməlisinizsə, öncəki videomda var. Girib bu videoma da baxa bilərsiniz. Orada ətraflı olaraq hər şeyi izah etmişəm. Xəstəxanaya gələrkən olan sənədlərdən tutmuş, ana üçün hazırlıq, uşaq üçün hansı əşyalar gətirilməlidir, hər birini orada məlumat vermişəm. Keçim hekayəmə. Çok şükür yarabbim. Mənim hekayəm belə başladı ki, bizdə artıq öncədən bir gün təyin olunmuşdu. 2025-in martın 28-də artıq bizə deyildi ki, xəstəxanaya gəlməlisiniz. Saatın terminini verdilər. Biz də o saatda gəldik, yaxınlaşdıq. Sizi başlayırlar artıq hazırlığa. Həmin vaxtda ancaq yanınızda həyat yoldaşınızı buraxırlar hazırlıq anında. Mənim yoldaşım fotoqrafdır. Fikirləşirdik ki, doğumu özümüz üçün fotoya çəkərik və bunun üçün icazə də almışdı. Öz GoPro-sunu, fotoaparatını falan gətirmişdi ki, yaxşı çəkiliş eləyər. Nəysə, hər bir şey apardıq, amma icazə vermədilər. Niyə icazə vermədilər? Üzülür Reyme. Sonra sıkılır Reyme. Böyle saydes. Məni keçirdilər digər otağa, ora hansı ki, mənim yoldaşım icazə vermədilər girişinə. Əməliyyat otağında mənə narkoz verdilər. Narkoz hardasa verdilər və əməliyyata başladım. Mən keymiş hiss etmədim artıq. Təbii ki, mənim belimdən spinal anesteziya yolu ilə iynə vurdular belimdən. Hardasa 5 dəqiqə keçmişdir ki, mən bədənim artıq əsməyə başladı və mən güclü bir panik atak keçirdim. Fikirləşdim ki, hər halda bu bəzi videolarda görmüşdüm ki, qadınların keysəriyyə zamanı birdən-birə sürətli olaraq qanı getdiyi üçün bədəndə reaksiya baş verir və sən əsirsən. Amma həmin anda panik atak keçirən insanlar bilir ki, mən bundan öncə də əslində panik atak keçirmişdim. Bilir ki, həmin anda hiss eləyirsən ki, sanki elə bilir ki, sən öləcəksən. Amma məndə biraz panik atakım əməliyyat zamanı oldu deyə və o hissim daha ekstra idi. Hansı ki, fikirləşirdim ki, vəsə mən bu doğumdan çıxmayacağam, amma fikirləşirdim ki, uşağım ən azından sağ-salamat dünyaya gəlsin. Çənəm əsməyə başladı, bədənim çox soyudu, qışqırdım, yoldaşımı istədim və bildiyim alman dilində bütün sözləri unuturdum. Həkimlər məndən soruşurdu, nə olub, nə baş verib, heç nə cavab verə bilmirdim. Donub qalmışdım. Yoldaşımı yanıma gətirdilər, hansı ki, artıq əməliyyat gedirdi. O mənim əlimdən tutmağa, sakitləşdirməyə başladı. Həmçinin həkimlər də sakitləşdirməyə çalışırdı. 15 dəqiqə hardasa çəkdi. Bir də gördük bəbəşin qışqırıq səsi gəlir. Videomuz artıq həmən an doğulmuşdu. Bu vaxta qədər mənə desələrdi ki, ana olmaq necə bir hissdir, valideynlik necə bir gözəl duyğudur, nə bilim uşağın ilk səsini eşidəndə sən nələr keçirəcəksən, deyirdim ki, hə də, məni sadəcə belə deyim də təkid eləyirlər ki, sənin uşağın olsun, yəqin ki, ona görə deyirlər. Həqiqətən bir gözəl hissdir və istəyən hər kəsə qismət olmasını arzu edirəm. Deməli, uşaq doğulan
kimi gətirib mənə göstərdilər. Üzünü belə üzümə toxundurdular. Apardılar uşağı kilosunu falan ölçməyə, həmin anda yoxlamağa. Yoxlayıb qutarandan sonra ona bir pampers taxırlar, başına papaq taxırlar. Amma bədəninə heç bir geyindirmirlər. Həmin anda mən orada yaramı tikməyə başlayırdılar. Amma mən fikirləşdim ki, mənim bu panik atakım falan uşaq çıxanda rahatlaşdım. Amma uşaq getdi, yenə başladı tutmağa. Elə bildim ki, mən qan itirməkdən burada öləcəm. Axı Teonu yanımıza gətirdilər və bunlarda bir adət var. Bilmirəm Azərbaycanda da hal-hazırda var, yoxmu? İndi daha çox belə edirlər. Hansı ki, uşaq doğulur, onun bədəni sənin bədəninə toxunmalıdır və bir də qeyd edim ki, onlar sizə doğma getməmiş bir belə topik kimi bir şey geyindirirlər. Və o topik kimi geyindirdikləri şeyin içində də uşağınızı belə qoyurlar içinə. Uşağın dərisi sizin dərisinizə təmas etməlidir. Çünki o hələ yeni doğulub və özünü hələ də ana qarnında hiss edir deyə onun üçün çox güvənli hiss etdirir. Bunun gözəl olduğunu başa düşürəm, amma başa düşmədiyim nədir? Deməli sizə artıq əməliyyat otağından keçirirlər reanimasiya otağına. Reanimasiya otağında biraz qalırsınız. O reanimasiya otağında hardasa mənim əməliyyatım qurtarıb təsəvvürlün saat 12-də, hardasa 3-ə 4-ə qədər məni orada saxlayırlar. 3 saat deyim. Həmin o 3 saat ərzində ancaq uşağı hələ deyirlər üzərində qalsın. Başa düşürəm bu gözəl bir şeydir, amma başa düşmədiyim odur ki, çünki sən dəhşətli dərəcədə yorğun olursan, çox halsız olursan, narkozun təsirində olursan, əməliyyatın ağrısını çəkirsən və səni deyirlər ki, xeyr, sən uşağı üzərindən götürmək olmaz, o sənin üzərində olmalıdır. O sənin dərinə təmas etməlidir. Mən də yoldaşım düzdür yanımdaydı. Deyirdim ki, Vəli götürsən, mənim qollarımın gücü yoxdur. Elə bilirəm ki, əlimi buraxsam uşaq sürüşüb düşəcəkdi, üstümdən qorxuram. Deyir, yox, mən də qorxuram, çox balacadır ona görə. Əli vurmaq istəmirəm falan. Əli qorxurdu o da. Daha sonra siz orada sizi öncədən elə bir qeydiyyata düşəndə sizdən zaten soruşurlar ki, siz ana südünü qidalandıracaqsınız, yoxsa süd verəcəksiniz. Bu məlumatı onlara düzgün çatdırmanız çox vacibdir. Bunu yadınızda saxlayın. Çünki mənim tanışımın başına belə bir hadisə gəlmişdi. Hansı ki, o səhv məlumat vermişdi. Daha doğrusu düzgün başa düşməmişdi. Ondan soruşmuşdular, sən ana südünü qidalandıracaqsan, yoxsa süni qida ilə. O səhvən demişdi ki, ana südü vermək istəmirəm. Ona görə uşağın doğuş edəndən sonra, həmən sonra gətirib ona bir dərman veriblər. O da içib və bunun südünü kəsmişdi. Yəni belə bir hal yaşana bilər deyə sizin nəzərinizdə olsun. İndi isə keçək ən əsas məsələyə, hansı ki, məni reanimasiya otağından çıxarıb palataya gətirirlər. Gətirəndə sizə bir neçə sənəd verilir, onlar doldurulur, onu yoldaşım doldurdu hər birini. Fahrerlaubnis, Reiseantragsbestätigung der Stadtbezirksverwaltung Pankow, Reiseroutenbeschreibung, dazu passende Zeichnungen Maßstab 1:30.000. Hansı ki sənədlər verilir, onları doldurursunuz. Uşağın müayinələri olunur. Uşağın müayinə və ana müayinələrini danışacağam. Növbəti yerdə özümdən hələ ki danışım. Müayinə edib falan eləyirlər nə yerdəsiz. Sonra bir neçə saat keçir ki, sizi ayağa qaldırmalıdırlar. Ən belə deyim, ağrılı proseslərdən biridir keysəriyyədə. Hansı ki məni saat bir 6 saat falan keçmişdi. Artıq ayağa doğru qusmağa çalışırdılar. Və ağrım o qədər dəhşətli idi ki, mən elə bilirdim ki, yəni normalda da belə olur. Məni durğuzmağa çalışdı medsestranın biri, tibb bacısı. Məni durğuzmağa çalışanda mən dura bilmirdim heç cür və o qədər dəhşət ağrı idi ki, qışqırırdım. Deyirdi, okey, bu belə olur, narahat olma, dur ayağa dur. Məni məcburlayırlar, dura bilmirəm və sən addım atmalısın. İndi durmuşam və iki əlimlə belə yapışmışam da, əsirəm. Və mənə deyir ki, addım atmalısan. Heç cür ayağımı ata bilmirəm. Denədilər, gördü ki, qadın olmadı. Məni artıq belə deyək də pes elədi, qoydu qırağa. Sonra biraz keçdi, yenə gəldilər. Bu dəfə artıq başqa bir qadınla gəlmişdi. Yanında da bir dənə sərt bir tibb bacısı gəldi və o qadının baxışı və gözləri heç vaxt indiyə qədər mənim gözümün qabağından getmir. O qədər belə sərt bir şəkildə adama şeylər məcbur edir ki, sən durmalısan, nə bilim, nə sanki mən elə bil ki, ərköyünlük eləyirəmmiş kimi gəlirdi onlara. Hamı belə olur, hamı bu prosesdən keçir falan.
Məni durğuzur ağa, mənim qışqırığım götürüb ayağa aləmi və deyir addım at, addım at. O qədər ucu ağlayıram ki, deyirəm mən ayağımı ata bilmirəm, eləyə bilmirəm. Əsəbləşdi qadın da artıq dedi ki, bu eləmək istəmir, bu tənbəllik eləyir, çıxıb getdilər. Və deyirlər ki, sən ayaqlarını hiss eləyirsən? Deyirəm yox, keyim getməyib də. Normalda amma 5-6 saatdan sonra ayaqların keyi gedir axı. Mən heç nə hiss etmirdim çünki. Qeyd eləyim ki, bu digər keysəriyyə əməliyyatlarında belə deyil, sadəcə mənim vəziyyətimlə bağlı elə idi. Axşam saatları gəldi. Saat hardasa 12 falan olardı, səhv etmirəmsə. Mən artıq gördüm ki, mənim sol ayağımı hiss etməyə başlamışam. Sol ayağımı hiss edirəm, amma sağ ayağımdan bir tık yoxdur. Birinci fikir vermədim. Dedim, yavaş-yavaş açılır. Üstündən 1 saat keçdi, 2 saat keçdi və mən sağ ayağımı hərəkət etdirə bilirəm. Sol ayağımı hərəkət etdirə bilirəm. Sağ ayağım sanki daş parçasıdır, orada dayanıb durub. O qədər qorxdum. Sestranı çağırdım. Gecə idi. Sestranı çağırdım dedi normaldır, normalda alles gut. Nein. Alles Gute. Amma mən gördüm yox, burada qutluq bir şey yoxdur. Amma gəlir Vəliyə yazdım, səs atdım ona. Dedim ki, Vəli, mən heç yaxşı deyiləm. Sabah səhər tezdən xahiş edirəm, gec olmadan bura gəl. Ən tez nə vaxt bacarırsan yanıma gəl. Mən ayağımı hiss etmirəm. Mənim ayağıma deyəsən bunlar sinirimə toxunublar. Belə zənn edirəm. Hər halda ki, mən şikəst qalacağam. O qədər özümü pis eləyirdim. Sən birincisi Lohusa dövründəsən. Yəni sən bu lohusalıq dövrü qədər depressiyalı çox az şey var. Plus sənin vəziyyətin bu vəziyyətə gəlir və gözümün qarşısına ancaq kadrlar keçir. Ay Allah, mən necə edəcəm? Mən uşağıma necə baxacağam? Mən necə yetərsiz bir anam olacağam? Məni əslində Almaniyada yaşayan adamlar daha yaxşı bilir ki, mən burada həmin vaxtı başqa nə əziyyətlər çəkirdim. Xüsusi olaraq tanıyan insanlar məni bilir və Azərbaycandan da ailəm və 1-2 adam. Və bunların heç birini təbii ki, sosial şəbəkəyə və başqa heç kəsə yansıtmıram. Hər kəs burada həyatın full olduğunu hiss edir də. Gözümün qarşısına gəlirdi ki, mən bu xəstəxanadan okey çıxsam, bu şikəst ayaqla o durumda, bu çətinlik içində mən necə baxa bilərəm övladıma? Mən necə yetərli ana ola bilərəm? Əli yanımda olmasa mən nə edəcəm? Mən əlil arabasından necə istifadə edəcəm? İnanın, bu səhərə qədər bu hallarımdan mən yata bilmədim. Bir yandan uşaq məsələn ağlayıb falan eləyirdi. Uşağı da gətirib qoyublar yanıma. Və mən deyirəm ki, mən ayağa qalxa bilmirəm. Özləri də görürlər. Uşağı da səni gətirib yanıma qoyurlar. Ki şeydir, gecə acıyanda 2 saatdan bir falan durur uşaq, təzə uşaq da acıyır. Düzdür, uşağın arabası belə kravatı təkərlidir, çox rahatdır da. Siz onu götürə bilirsiniz. Amma ayağa duran bir insan götürə bilər. Mən düppədüz uzanmışam. Heç belə birazca kravatı hansı ki düz olan kravatları belə əyə bilirsən axı. Əyəndə mənim qışqırığım göyə çıxırdı da, yəni ağrıdan. O da yanıma qoymuşdum, amma bir çox zülmlərlə şey elədim, uşağa süd verdim və yerinə qoydum ki, yatsın. Amma gördüm uşaq qaytardı və boğulmağa başladı. Mən indi ayağa dura bilmirəm. Yanımda da bir dənə qadın var. Macarıstanlı bir qadın idi. Ona da qışqırdım, o da oyanmır. Ya da fikir vermirdi, bilmirəm. Deyirəm ki, şeydir də mən uşağı götürə bilmirəm. Uşaq boğulur, xırıldayır. Görürəm gözümlə ki, uşaq qaytardı və boğazını bitirdi. Mən tərpənib onu götürə bilmirəm. O qədər pis olmuşdum. Yaxşı ki, yanımda hər elə bil ki, kravatın yanında bir telefon olur. Onu basırsan sənə cavab verirlər. Bəzən gec də cavab verə bilərlər, amma bu dəfə yaxşı ki, elə də gec cavab vermədilər. Nəsə dedim ki, tez ol gəlin, mənim uşağım boğulur. Qaça-qaça gəldilər və uşağı götürdülər, belinə vurdular, düzəldi. Dedim, mən ayağa qalxa bilmirəm. Başa düşürsüz məni? Yəni mən uşağıma hal-hazırda baxa bilmirəm. Bunlar uşağı götürdülər, apardılar. Hardasa onlar daha mənim yanıma axşam gətirmədilər. Orada məsələn siz südünüz olmasa belə yemək hazırlayıb uşağa verirlər. Aptamil verirdilər. Həkimlər bir də gəlirlər səhər-səhər yoxlamağa. Səhər yeməyim falan olacaq idi, hələ ki gəlməmişdi. Nəysə həkimlər məni gəldi yoxlamağa. Mən həkimlərə dedim ki, mənim ayağımı hiss etmirəm. Onlar başladı təşvişə düşdülər. Ayağımı yoxlamağa, nə bilim, nerpatoloq gəldi, o gəldi, bu gəldi. O qədər həkim gəldi ki, artıq bilmədim kim kimdir də.
Hər kəs yoxlayır, görür ki, ayağımdan bir tık yoxdur. Çəkic vururlar, ayağım düppədüzdür. Yəni heç yuxarı belə qalxmır, heç bir sinirlərim ölübmüş kimi. Gətirdilər UZI aparatı, elə otağa məni gətirmədilər. UZI aparatını gətirib otaqda yoxladılar falan. O qədər müayinədən keçiriblər. İnanın, mən yadımda deyil ki, hansı müayinələr idi də. Nəysə bir neçə müayinə elədilər. O müayinədən sonra birdən gəldi ki, birində həkimin biri. Siz şey eləməyin, səhər yeməyi yeməyin. Böyük ehtimal ki, sizi ikinci əməliyyata alacaq. Düzdür, Vəli hələ o vaxtı gəlməmişdi. Sizi ikinci əməliyyata alacaq. Ay Allah. Elə bil ki, başımdan qaynar su töküldü. Tez Vəliyə yığdım. Vəli məni ikinci əməliyyata salacaqlar. Xahiş edirəm tez gəl. Adam özünü o qədər tək hiss eləyir. Sən başqa bir ölkədəsən. Heç bir kəs yanında yoxdur. Anan yoxdur, bacın yoxdur, atan, qardaşın, yaxın dostların, rəfiqən. Heç kim yoxdur da yanında və sən burada özünü tək hiss edirsən. Düzdür. Çox şükür, həqiqətən. Mənim orada bir həftə ərzində qalmışam mən xəstəxana, bir həftə 10 gün ərzində. Hardasa 15 nəfərə yaxın mənim yanıma ziyarətə adam gəlmişdi. Almaniyada hansı ki gəlib tanıdığım insanlardı onlar. Çox sağ olsunlar və onların mənim o durumumda məni tək qoymamaqlarını heç vaxt unutmayacağam. Nəysə, yəni apardılar yenə müayinələrə. Güya səbəb deyirəm nədir? Deyir səndə daxili qanaxma var. Necə dəli oldum. Deyirəm niyə daxili qanaxma? Yəni niyə olsun bu? Sonra gəldilər ki, adamı həyəcanlandırdı. Sonra gəldilər ki, yox, əməliyyata artıq ehtiyac yoxdur. Səni başqa bir şey üçün müayinə eləyəcəyik. 3 gün keçdi. Bu 3 gün ərzində bir nəfər gəlib mənim ayağımın probleminin nə olduğunu mənə demirdi. Amma məni müayinələri saldırdılar. MRT-yə saldılar. Hansı ki içində bir saata qədər qalmışdım MRT. Buz kimi olur. Yorğanını dedim ki, mən yorğanla keçəcəm. Yorğanımı götürüb ki girmişdim içəri. Saata qədər MRT-də qaldım, rentgen elədilər. Sonra bir qəribə aparatdı. Adını bilmirəm, indi araşdırıb yazaram. Hansı ki mən onu görməmişdim. Deməli, ayağımı toklar qoşurlar və tokların voltajını qaldırırlar yuxarı. Ekranı mən görmürəm də. Mənə baxır, deyir, ay sən heç nə hiss etmirsən. Deyirəm, yo, nə olub ki? Də belə əl bağıram, görürəm ki, elektrik verirlər ayağıma, mən ayağımdan bir şey hiss etmirəm. Bombamdan aşağıya kimi də barmaqlarımın ucuna qədər. Gördülər onda nəsə burada işlər bir fırıqdır. Sonra nə etməyə başladılar? Elə iynələr idi, yekə-yekə iynələr, hansı ki onlardan da tok keçir də. O iynələri bütün mənim ayaqlarıma batırdılar hər tərəfindən. Başladılar ayağımı belə-belə qaldırmağa, pəncəmi tutub belə-belə qaldırmağa. Onda qaldıranda ucu dəhşətli bir ağrı hiss etməyə başladım. Qışqırdım. Bunlar sevindilər. Nə yaxşı sən ağrı hiss edirsən. Onda gördülər ki, bu yavaş-yavaş nəsə bir irəliləyiş var. Çıxmır. Yenə axşam vaxtıdır və birdən ayağımı hərəkət etdirməyə başladım və barmaqlarımın, ayaq barmağımın ucu belə-belə hərəkət etdi. Onun videosunu çəkib yollamışam Vəliyə. Deyirəm, Vəli, bax mənim ayağım bir nisbətən tərpənir də artıq da. Yəni düzdür heç nə hiss etmirəm, amma birazca barmaqlarımı tərpədə bilirəm. O qədər diaqnozum 3 gündən sonra qoyuldu. Diaqnozum da aşağı hərəkət edən əzələlərin iflici oldu. Elə bir gün idi ki, bir yerdə ağlayırsan və yoldaşınla bir yerdə gülürsən, bilmirdin uşağın gəlişinə sevinəsən, bilmirdin ayağımın dərdini çəkim. Çox belə qəribə hisslər idi də, yəni. Uşağı alırdıq qucağımıza, gülürdük, qoyurduq qırağa, üzülürdüm ki, ayda mən necə olacağam deyə. Məncə bu hər kəsin bir həyatında olan sınaqdan biridir və bu sınaqlar insanı daha sıx birləşdirir. Və mən yoldaşımla həqiqətən o qədər dəstək gördüm həmin anda. Səhər tezdən gəlirdi, saat 8-dən gəlirdi yanıma, axşam saat 7-yə qədər bəzən tibb bacıları mənim durumuma görə axşam 8-ə qədər icazə verirdilər. Bir 12 saat yanımda qalırdı. Sonra gecə yanımda qalmırdı. İstəsəz yanınızda qalmağını 50 evro gününə ödəniş etməliydiniz. Özümüz belə qərarı verdik. Artıq tibb bacıları özləri axşamlar mənə kömək edirdilər. Arada bir də, amma yanımda qalırdı. Bir gecə, 2 gecə cəmi qalmışdı uşağı, onları aparıb baxmışdılar. Qalan günlər isə artıq uşaq yanımdaydı. Artıq mənim ayağım yavaş-yavaş başladı və hər gün gəlirdilər. Bir həftə ərzində hər gün ayağımı masaj edirdilər.
Ondan sonra aparırdılar o tok deyirdim, hansı ki iynələri qoşurlar və sənə ayaqlı tok verirlər, sinirlərimi oyadırdılar. Daha sonra başqa bir alət var idi, hansı ki ondan tutub sürünə-sürünə gəzirsiniz. Mən ona etməyə başlamışdım. Düzdür, ayağını hiss etmirsən, belə çəkib qoyurdum da, elə çəkib qoyurdum, elə bir daş parçasıdır. Elə bir şey və deyirdilər ki, elə hərəkət edə-edə sən yaxşı olacaqsan. Həkimlər də bunu artıq belə dedilər ki, sən bunu zamanla aşa bilərsən, ola bilər ayağın elə belə qaldı və yaxud da ola bilər sonradan inkişaf etdi və əvvəlki vəziyyətinə qayıtdı. Məndə isə fizioterapiya yazmışdılar 6 seans. Mən fizioterapiyaya gedəndə fikirləşirdim ki, ayağıma hansısa bir toklarla müalicə olacaq. Heç də elə deyildi. Elə bil masaj edib buraxırdılar ayağımı, nə bilim boyun əzələlərimi, sinirlərimi asta-asta bir masajlar idi. Yəni mən dedim ki, yəni sizdə bəyən fizioterapiya beləmi olur? Mənim buna ehtiyacım elə də yoxdur. Mənim daha çoxuna ehtiyacım var. İnanırsınız, yəni əslində o prosesi daha çox gündə gəzməklə, yoldaşım masaj eləyirdi, özüm masaj eləyirdim. Yəni bu durumlarla aşa bildim. Məncə şans mənə gətirdi ki, mən hal-hazırda ayaq üstəyəm və gəzə bilirəm. Uzun sözün qısası, mən xəstəxanadan çıxdım. Amma mən hal-hazırda indi doğumdan artıq 7 ay keçib, 8-ci ayı keçirəm. Şükür ki, normal hal-hazırda gəzirəm. Düzdür, hələ də ayağımın altını hiss etmirəm. Amma mən nə vaxt normal yeriməyə başladım desəniz, 4 ay çəkdi. 4 aya qədər, yəni ilk 2 ayı çox pis idim. Çox pis gəzirdim də. Yəni bildiyiniz qıraqdan belə baxan adam deyər ki, bu ayağında ciddi problem var. Ayağımı çəkib belə tuta, əsana falan belə gəzir. 4 aydan sonra artıq mənim axsaqlığım getdi və hal-hazırda 7 ayımızdır da. 7 və 8-ci ayı keçir artıq Teonun. İndi yaxşı olmağa başlamışam. Nəhayət, keçim sizə xəstəxana şəraitində otaqların vəziyyəti, ümumi orada vəziyyət necədirsə, çəkdiyim videoları sizə göstərim. Otaqla tanış eləyim. 2 nəfərlik otaqdır burada. Bu mənim yerimdir. Buradakı isə başqa bir xanımın yeri olacaq. Mən artıq 3-cü adamı yola salmışam. Özüm hələ də buradayım. Belə uşaq beşiyi ananın kravatının yanında olur. Sonra uşağın baxımı üçün pampersini dəyişməyə burada istifadə edirsiniz. Daha sonra istifadə üçün yanında bu var. Belə ümumi görünüşünü göstərim. Bir də qəşəng mənzərəm var. Məsələn, soruşurlar ki, adam yanına buraxılırmı? Yaxın ailə üzvləri saat səhər 9-dan axşam 7-yə qədər, dostlar da saat 2-dən saat 7-yə qədər gəlirlər. Amma məndə elə bir problem olmuyor. Dostlarım da elə tezdən gəlib. Hər kəsin yanında uşağıdır. Bu hissədə isə tualet hamam var və burada da şkaflar. Hər gün sizə məsələn su gətirə bilərlər. Belə bir doğuşdan sonra mədə-bağırsaq. Bir də günlük olaraq belə bir dərmanlar verirlər. Günorta, səhər, axşam içməlisiniz. Burada tualet hamamdır. Tualet hamamda şampun, balzam belə bir şeylər yoxdur. Gələrkən özünüz şampundur, balzamdır, diş şotkasıdır, belə antiperspirant falan. Onları özünüz almağınız daha yaxşıdır. Xəstəxanada ana üçün nələr verilirsə, indi isə onların videosunu sizə təqdim edim. Ana üçün məsələn lazım olan nələri verirlər? Sinə pedidir. Hansı ki, sinənin ucları yara olmasın deyə istifadə edəcəyiniz kremdir. Sonra sinə uçsuzluğudur. Sonra pedlərdir. Bir də dərmanlarınız. Bunlar zaten verilir, amma bu digər üçünü isə istədiyiniz vaxtda verirlər yəni.
Bir də ana üçün qeyd edim ki, belə bir yastıq da verirlər süd əmizdirəndə. Əgər südünüz məsələn gəlmirsə, pompa istəyə bilərsiniz. Avtomatik pompalar gətirirlər. Uşaq üçün nələr lazımdırsa, onun videosunu çəkməmişəm, amma belə ümumi olaraq məlumat verim ki, xəstəxanada uşaq üçün bez, qızdırma ölçmək üçün termometr, birində nəm salfet. Daha sonra əgər unutmusunuzsa əmzik verirlər. Daha sonra süni qida verəcəksinizsə, süni qida istəyə bilərsiniz. Mən olduğum xəstəxanada Aptamil verirdilər. Savayı da uşaq üçün paltarlar verirlər. Düzdür, başqa uşaqlara da onlar geydirirlər. Təzə deyil, amma təmizdir. Onlar yataq örtüyü, bunları hər birini xəstəxana özü verir. Yəni sizin gətirməyinizə ehtiyac yoxdur. Bir dənə uşaq üçün xəstəxana çıxışı paltarlarını gətirə bilərsiniz, amma ətraflı olaraqsa uşaq üçün nələr gətirmək lazımdırsa, xəstəxana çantası videosundan keçib edib baxa bilərsiniz. Keçək xəstəxananın yeməklərinə. Yeməklər nələr verilir? 3 dəfə yemək verilir, səhər, günorta, axşam. Və bu hər biri mən dövlət xəstəxanasından təbii ki danışıram. Bu yeməklərin hər biri təbii ki pulsuzdur. Qeyd edim ki, mən yeməklərin videosunu çəkmişəm, onları da sizə təqdim edəcəm. Qeyd edim ki, seçim imkanlarınız var. İlk günü yox, o biri günlər üçün artıq sizin yanınıza gəlib soruşurlar ki, siz nə yemək istəyirsiniz? Mənim ən azından qaldığım xəstəxanada belə idi. Və bu xəstəxanada məndən soruşulurdu ki, sabah məsələn səhər yeməyinə seçimlər qoyur. Nələri yemək istəyirsən? Günortaya seçim olur, axşama seçim olur və məsələn səndən soruşur, halalmı yeyirsən, vegetarianmısan, allergiyan varmı? Bu kimi seçimlərin olması xoşuma gəldi. Çay gətiriblər, 2 cür çörək, 2 ədəd yağ və marmalad. İstəyə uyğundur deyəndə nəyi nəzərdə tuturam? Yəni ki, 2-3 cür çeşid olur, birini seçmə şansınız var. Bu da növbəti günün menüsudur. Burada supdur, amma nə supdur bilmirəm, deyəm burada yazılmalıdır. Gemüse krem sup, tərəvəzli krem supu. Buradakı brokoli, markov, mal əti, belə bir qulyajlı yemək. Bir dənə də alma. Qeyd edeyim ki, qidaları sağlam qidalardır, qızardılmış gətirmirlər. Bu isə axşam yeməyidir. Axşam yeməyində nə var göstərim. Heç nə. Kalbasa, pendir, çörək. Holland pendiri, bir dilim çörək, pomidor, xiyar, yağ. Belə. Bunların abend boğutudur. Ümumiyyətlə Almaniyada axşam yeməkləri ancaq hər kəs tərəfindən yəni belə olur. Yəni təkcə bu xəstəxanada deyil. Heç sevmədiyim bir şeydir. Bu da ki çayı. Ən xoşladığım burada budur. Yəni bunların çörəkləri çox qəşəng olur. Və bir Azərbaycanlı olaraq məncə bu menüna axşam doymaq olmur deyə siz özünüzlə yemək götürsəniz və yaxud da atışdırmalıq bir şeylər götürsəniz daha yaxşı olar. Mən məsələn yığıb tökmüşəm bura. Yeməklərin hər birini özləri otağımıza gətirirdilər. Yeyib qutarandan sonra isə gəlib götürürlər. Amma ümumi olaraq bu həmən otağınızın yaxınlığında bir dənə də mətbəx olur. Orada istəsəniz özünüz termoslar var, hansı ki sular var. Qazlı su, sadə su. İstəsəniz tibbacılardan deyə bilərsiniz, otağınıza su falan gətirirlər, çay istəsəniz gətirirlər. Amma artıq gəzə bilirsiniz, özünüz rahat şəkildə özünüz gedib alıb gətirə də bilirsiniz. Və bunlar pulsuzdur. Çay, cürbəcür çay növləri vardı. Amma biri də var ki, məsələn, kofe falan istəyirsinizsə, kofe falan üçün aşağı mərtəbələrdə kofe aparatları vardı.
Üstünüzdə ona görə qəpiklər gətirsəz daha yaxşı olar, çünki orada kartla ödəniş olmur. Atıb kofe, kapuçino, nə bilim, latte, amerikano, espresso və s. içə bilərsiniz. Ümumi olaraq isə yemək almaq baxımından da aşağı mərtəbədə, amma müəyyən saatlara qədər də axşam saatları olmur. Yemək ala bilərsiniz. Yeməyi ya istəsəz otağınızda, ya ümumi mətbəx kimi bir yer var, orada yeyə bilərsiniz. Mənim yoldaşım bir-iki dəfə yemək alıb gətirmişdi. Axşam yeməklərində təbii ki, doymaq olmurdu. Ona görə yemək özünüzlə də gətirsəz, ya kimsə də gətirsə, keçib orada da yeyə bilərsiniz. Xəstəxanada uşağa hansı müayinələr olunursa, gəlin indi onlardan sizə danışım. Birinci, uşağın temperaturunu ölçürlər, bədənində olan ləkələrə mi deyimsə belə deyək, göy ləkələr olur, hansı ki onlara baxılır. Ümumi reaksiyalarını izləyirlər. Daha sonrakı müayinələrdən biri vitamin K damcısı verilir uşağa. Bu onun üçün nəzərdə tutulur ki, qanaxma riskini aradan qaldırır və birinci doza kimi uşağa verilir. Sonra ikinci dozası da olur vitamin K-nın. Daha sonrakı müayinələrdə isə uşağınızın qulağının eşitmə qabiliyyətini ölçürlər. Hansı ki bir aparat olur, səs dalğaları ötürürlər və ona müəyyən edirlər və uşağa heç bir ağrı vermir. Amma elə ola bilər ki, uşağın, çünki təzə doğulanda qulağında su yığıla bilər. Ana bətnində olduğu su yığıla bilər və ola bilər ki, reaksiya verməsin. Məndə də uşağı yoxladılar və dedilər ki, uşağın qulağı səsə reaksiya vermir. Və biz xəstəxanadan çıxan vaxtı gəlib bu barədə mənə əslində məlumat verməmişdilər. Bir həftəyə yaxın idi, artıq qaldıq. Biz burada çıxana yaxın gəlib dedilər ki, uşağın qulağı eşitmir. Oy, elə pis oldum. Dedim, mən düzümü başa düşdüm. Gətirdim Google Translate-də. Dedim, bir dənə də danışsın, baxım, yoxladım. Yox, ChatGPT-yə yazdım. Dedim, yox, bəli, mən düz başa düşürük biz ki, deyir uşağın qulağı eşitmir. Elə də belə rahatçasız şappıltına deyir ki, amma elə bilirdi ki, yəqin ki, mən bilirəm, amma biz bunu bilmirdik. Bəlkə sizə bir termin veririk yaxın vaxtlarda, pediatra yaxınlaşırsınız. Öz pediatrınızı tapandan sonra o pediatrınıza qulaq üçün bizim verdiyimiz kağızı göstərin ki, qulaq testi etdirməlidir. Biz də bunu etdik. Çox şükür 2 həftə sonra yoxladılar. Uşağın doğuşundan 2 həftə sonra artıq qulağı reaksiya verirdi və eşidirdi. Daha sonra uşağın topuğundan məsələn qan alınır. Bu metabolik xəstəliklərin aşkarlanması üçün nəzərdə tutulur. 1-2 damcı götürülür. Sarılıq testləri olunur. Bəzən uşaqların çəkisi az olanda bu risk daha çox olur və yaxud da digər səbəblərdən bir aparat vasitəsilə sarılıq dərəcəsini ölçülür. Gözlərinin rəngindən də baxmaq olur. Amma məndə Teo doğulanda gözlərinin ağ hissəsi sarı idi və mən qorxdum ki, bu həqiqətən sarılıq olarmı? 2-3 dəfə onlara dedim. Dedilər, yox, biz yoxlamışıq, yaxşıdır. Əgər ehtiyac olursa, onlar qan testi alıb onunla da yoxlaya bilirlər. Mənim məsələn yanımda olan palatadakı yoldaşım Macarıstanlı qızın uşağı çox balaca idi, balaca bir qızı vardı, 2 kiloqram idi. Yoxladılar ki, onun uşağı sarılıq keçirib. Eşitdiyimə görə bəzi xəstəxanalarda uşağın çimməsinə yardım edirlər, amma bu çox az hallarda olur. Məndə belə bir şey yox idi və yaxud da dayələr olur, hansı ki, həbə deyirlər və onlar gəlib sizin evinizdə, əgər siz öncədən bunu tutursunuzsa təbii ki, onlar gəlib sizin evinizdə uşağın ilk çimməsinə yardımcı olurlar, göbək bağının təmizlənməsinə, uşağın göbəyi düşəndən sonra falan bu proseslərə sizə yardımcı olurlar. Ananın yoxlanışı burada necə olur? Sizi tez-tez gəlib təzyiqinizi ölçürlər, qan təzyiqinizi yoxlayırlar, laxtalanmanızı yoxlayırlar, sidik kisəsini yoxlanılır. Sidik kisəsində normal olaraq sidiyə keçə bilirsinizmi? Bu yoxlanılır. Məsələn, çünki siz əməliyyat sırasında sizə kateter taxılır. Kateter çıxandan sonra sidiyə normal çıxa bilirsiniz, yoxsa yox soruşulur. Ağrılarınızı, şişkinliklərinizi yoxlayırlar. Sinənin şişkinliyinə baxırlar.
Mənim daha çox videolarımı görmək istəyirsinizsə, məlumatlandırıcı səyahətlərim, Almaniyada yaşam və analıq haqqında mövzularımı görmək istəyirsinizsə, mənim Instagram və TikTok kanalımdan da məni izləyə bilərsiniz. Və videonu bəyəndinizsə, şərh bildirməyi, paylaşmağı unutmayın. Çalışıram ki, elə bir məlumatlar verim ki, mənim burada çətinlik çəkdiyim mövzuları digər xanımlar və azərbaycanlılar üçün daha rahat edim. Sizdən də təkliflərinizi də gözləyirəm. Hansı mövzularda video çəkməyimi istəsəz, sizə burada hansı belə deyim, çətinliklər yaşayırsınızsa, nələri bilmək istəyirsinizsə, mənə təklif edə bilərsiniz. Mən çalışacağam ki, o mövzularda da sizin yardımınıza çatım. Qeyd edim ki, Almaniyada hamiləlik prosesi necə keçir, doğum çantasına nələr yığmaq lazımdır, uşaq üçün nələr alış-veriş etmək lazımdırsa, mən digər videolarımdan keçib izləyə bilərsiniz. Bu günlük bu qədər. Sizə təşəkkür edirəm izlədiyiniz üçün. Hələlik.